100 dənə bağın olsun, 100 dənə dostun olsun, gül, həyata düzgün münasibətin olmasa dərindən sevinməyəcəksən. Razısınız? Bunu mən demirəm, həyatda təcrübə eləyə bilərsiniz. Hərdən adam gülməkdən də yorula bilir, oturur, qəlbi qaralır, çox da olanda. Həyat eşqin olmasa, həyat özü şirin olmasa, 100 dənə də bağ səni sevindirməyəcək. Amma qəlbinin şadlığı olarsa, bağ olmasa da şadsan. Bunu da deyim. Yenə də arzumu dedim ki, Allah bağ qismət eləsin, əleyhinə deyiləm. Gör ki, mənim əleyhim olmağından qərarlar dəyişir. Amma bağ da olsun, pul da olsun, hər şey olsun, olsun olar. Amma həyatla münasibətin düzdürsə, heç nəyin olmasa da şadlıq içindəsən. Heç nəyin olmasa da.